Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz 13-14-cü əsrlərdə Azərbaycan mədəniyyəti. Azərbaycan mədəniyyəti nümayəndələri, mütəfəkkirləri haqqında biraz sizə məlumat verim. Məhəmməd Naxçıvani İbn Sina kimi sağlamlığı əsas götürürdü ki, sağlamlıq zehni inkişafın da təməlini, əqli inkişafın da təməlini təşkil edir deyirdi. Və bildirirdi ki, ölkə ərazisində darül şəfalar var, darül xanalar var, yəni şəfa evləri, sonra belə deyək, apteklər haqqında məlumat verirdi. Onun atası da Hinduşah Naxçıvani olmuşdu. O da dövrün deməli, məşhur dilçilik mütəxəssislərindən biri idi. Dövrün tarixçiləri kimlər idi? Fəzlullah Rəşidəddin, Həmdullah Qəzvini, Şərafəddin Əlyəzdi və Nizaməddin Şami. Eyni zamanda dövrün deməli, coğrafiyaçıları da var idi. Onlar Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini, həm tarixçi, həm coğrafiyaçı, Əbdülrəşid Bakuvi. Əsirəddin Əndəlusi haqqında biraz məlumat verək. Deməli, türk dilinin dərk etmə kitabı var. Əsirəddin Əndəlusinin türkcə, ərəbcə lüğətdir və orada 2300 söz deməli tərcümə olunmuşdur. Filosoflardan Mahmud Şəbüstərinin adını çəkə bilərik. İzzəddin Həsənoğlu ki var, deməli, Azərbaycan dilinin inkişafına xüsusi xidmətləri var. Və Azərbaycan dilində bizə çatmış ilk şeirin müəllifi kimi tanınır. Səfiyyəddin Ürməvi yaradıcılığı musiqinin dövrün, yəni 13-cü əsr musiqisinin zirvəsi hesab olunur. Belə ki, o deməli, səslər sisteminin nəzəriyyəsini tərtib etmiş və onun əsasını qoymuşdu. Eyni zamanda not yazıları və səs düzümünü müəyyən etmişdi. Deməli, not yazısı, səs düzümü, səslər sistemi, nəzəriyyəsi bunlar deməli Səfiyyəddin Ürməvi ilə bağlıdır. Onun davamçısı Əbdülqadir Marağayi olmuşdur. Əbdülqadir Marağayi deməli Ürməvinin işlərini davam etdirməklə yanaşı yeni ritmlər, yeni musiqi ritmləri də yaratmışdır. Fəzlullah Nəimi haqqında danışaq, hürufiliyin banisidir. Cavidannamə əsərinin deməli müəllifidir ki, bu da hürufiliyin əsasları burada göstərilib. Davamçısı daha sonra 15-ci əsrdə İmadəddin Nəsimi olacaq. Fəzlullah Rəşidəddin haqqında danışaq. Biz nə demişdik? Dövrün tarixçiləri sırasında Rəşidəddinin də adını çəkmişdik. Rəşidəddin deməli Elxanilər dövründə həm dövlət xadimi idi, həm elm xadimi idi. Cəmi Ət-Təvarix əsərinin müəllifidir. Mənası tarixlər toplusu deməkdir. 14-cü əsrin əvvəllərində Rəbi Rəşidi mədrəsəsini təsis edib, Şərqdə ikinci universitet kimi tanınır. Burada deməli 500 alim dərs deyirdi, 7000 tələbə isə təhsil alırdı. Rəbi Rəşidi deməli məhəlləsi yaradılmışdı. Burada deməli universitetdə dini və dünyavi elmlər tədris olunurdu. Eyni zamanda şəfa evi var idi. Eyni zamanda 60.000 nüsxəli kitabxana var idi. Dəyərli yoldaşlar, Təbrizin ikinci elm mərkəzi olan məhəllələrindən biri Şamqazan məhəlləsi idi ki, orada da 2 böyük kitabxana var idi. Dövrün çox məşhur kitabxanaları idi. Nəsrəddin Tusi haqqında danışaq. 1201-1274-cü illərdə ömür sürüb Nəsrəddin Tusi. Deməli, Hülaki xanın məsləhətçisi olub, sonra Abaqa xanın vəziri olub. Daha sonra bunu deməli astronom, filosof, eyni zamanda riyaziyyatçı kimi tanıyırıq. Təhriri Oqlidis əsərinin müəllifidir, həndəsəyə aid əsərdir. Təhriri Oqlidis bu Evklidin şərhi mənasına gəlir bu ad. Zic Elxani əsərinin müəllifidir. Burada ulduzların orbitinin müəyyənləşdirilməsindən bağlı söhbət gedir. Elxani cədvəli mənasına gəlir Zic Elxani. Daha sonra Əxlaq-ı Nasiri əsərinin müəllifidir Nəsrəddin Tusi.
əxlaq məsələlərindən bəhs eləyir. Uzun müddət ali məktəblərdə dərslik kimi istifadə olunub Əxlaqi Nasiri əsəri. 1259-cu ildən 1271-ci ilə kimi Marağa Rəsədxanasının inşasına deməli onun adı ilə bağlıdır. Hətta o qədər elmə töhfə verib ki, qəbrinin üzərində, Nəsrəddin Tusinin qəbrinin üzərində elm ölkəsinin şahı sözləri yazılmışdır. Dəyərli yoldaşlar, mədəniyyət mövzusunun davamını ikinci slayda sizə təqdim edirəm, izləmədə qalın. Dəyərli yoldaşlar, mövzumuza davam edirik. Miniatür mərkəzi kimi Təbriz şəhəri var idi. Təbriz şəhəri həm də şərqin ümumilikdə miniatür mərkəzi hesab olunurdu. Təbriz miniatür məktəbi, Təbriz xalçaçılıq məktəbi fəaliyyət göstərirdi. Təbriz xalçaları Avropaya ixrac olunurdu. Bu dövrün mədəniyyət nümunələrindən bədii kasa. Bədii kasa 1319-cu ildə hazırlanıb. Kim tərəfindən? Yusif İbn Əhməd tərəfindən hazırlanıb. Hazırda harda saxlanılır? London, Victoria və Albert Muzeyində saxlanılır. Tiyan. Tiyan 1399-cu ildə Əmir Teymurun sifarişi ilə hazırlanıb. Kim hazırlayıb? Əbdüləziz İbn Şərafəddin hazırlayıb. Harda saxlanılır? Qazaxıstanda Əhməd Yəsəvi türbəsində saxlanılır. Dəyərli yoldaşlar, bu dövrdə, yəni 13-14-cü əsrlərdən söhbət gedir, 2 yeni şəhər salınmışdı. Bu şəhərlər Sultaniyə və Mahmudabad şəhərləri idi. Eyni zamanda biz bilirik ki, dağıdılmış Gəncə şəhəri 1239-cu ildən bərpa olunmağa başladı. Bu dövrdə bir sıra qalalar inşa olunmuşdu. Bakıda inşa olunan qalalar Nardaran, Ramana, Bayıl qalası, Mərdəkan dairəvi qalası. Eyni zamanda Təbrizdə Əkir qalası. Təbrizdəki Əkir qalası Əlişah məscidi kimi də tanınır. Kim tərəfindən sifariş olunub bunun tikintisi? Elxani vəziri Tacəddin Əlişah tərəfindən deməli sifariş olunub. Bu dövrün türbələri hansılardır? Dəyərli yoldaşlar, burada qarışıq verilib kitablarda. Mən bunları türbələr, qalalar bu formada ayırmışam sizin üçün ki, unutmayasınız. Türbələr hansılardır? Sultaniyədə Olcaytı Xudabəndə türbəsi, sonra Bərdə türbəsi, Naxçıvanda Qarabağlar türbəsi, digər adı ilə Baştağ türbəsi, eyni zamanda Naxçıvanda Gülüstan türbəsi. Naxçıvanda Fəzlullah Nəiminin məqbərəsi də var idi. Bu dövrün memarlıq abidəsidir. Bakının Bibi Heybət məscidi də dövrün memarlıq abidəsidir, dəyərli yoldaşlar. Üçməyədzində Xristian Qıpçaqların məbədi var idi. O da bu dövrün memarlıq abidəsidir. Təbrizdə Dövlətxana sarayı inşa olunmuşdu. Deməli 1359-cu ildə Şeyx Üveys Təbrizi deməli Cəlalilər dövlətinin tərkibinə qatdıqdan sonra orada Dövlətxana sarayı inşa etdirmişdi. Cəlairi Şeyx Üveys və Marağa Rəsədxanası biraz öncəki slayda dediyimiz kimi Nəsrəddin Tusi tərəfindən inşa olunub 1259-cu ildə başlayıb 1271-ci ildə tamamlanıb. Dəyərli yoldaşlar, 13-14-cü əsrlərdə Azərbaycan mədəniyyəti mövzusu bu qədər. İzləmədə qalın, davam edirik.